Mən Əsgərova Sveta. Amma burada yaşayanda Mixaylicis Sveta idim. Biz bu məhəllədə böyümüşük. Bu evdə çox belə gözəl xatirələrimiz olubdu. Uşaqlığımız, cavanlığımız burada keçibdi. Buranın hər bir daşı, hər bir qapısı bizim üçün əzizdir, doğmadır. Bu ev bizə 78-ci ildə verilibdi. O vaxta qədər biz şəhərin aşağısında polislərin idarəsi var idi. Onunla üzbəüz yaşayırdıq. Məşhur bir Progress mağazini var idi onun üstündə. 2 otaqlı evdə 6 nəfər uşaq, 2 atam, anam. Atam o vaxtı növbədə idi. Növbəsi çatmışdı, amma evi vermirdilər. Nədir ki, atam Yunandı, anam Azərbaycanlı. 78-ci ildən qabaq Heydər Əliyev gəlibdi Xankəndinə. O vaxtı atam onunla elə bir idarədəmi, bilmirəm, yadımda deyil o vaxtı. Atam danışırdı ki, hardadsa bunlar görüşüblər. Atam yaxınlaşıbdı Heydər Əliyevə. Deyirdi ki, bəs burada məni sıxışdırırlar, mənə ev vermirlər. 6 uşaq, nə bilim, özümüz 2 otaqlı evdə qalmışıq. Ondan sonra orada sərəncam veribdi ki, bu adamı evlə təmin eləyin. Heç aradan da bir müddət keçdi. Burada 5 otaqlıdır əslində, amma 4 otaq evidir. Böyük qəşəng evidir. Ondan sonra verildi. Burada rahat yaşadıq hamımız. Biz həmişə ona dua eləyirdik. O vaxtda ona, indi də İlham Əliyevə dua eləyirik. Onun hər çıxışını televizorda həyəcandan gözləyirdik ki, bizə nə xəbər verəcək Xankəndi ilə əlaqədar. Sevinçlə gözləyirdik ki, o anı ki, Xankəndi də alınsın. Xankəndi də alındı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. İlham Əliyev birinci səfər burada danışanda, Xankəndində danışanda bayrağı biz bilmirdik ki də həminki gün o bura gəlir. Bayrağı o meydanda görəndə də biz nə keçirdik onu yəqin ki, bir Xankəndlilər ən dəhşət hissi Xankəndlilər keçirdibdi. Həyatımızda sevinçli günlərimiz çox olub. Amma zəfər paradı burada keçiriləndə bəlkə də hiss etməyəcəyimiz, nə bilim, dəhşətli bir dərəcədə sevinç hiss elədik. Prezidentimiz burada bayrağı qaldıranda, axır ki, bu bizim öz bayrağımızı burada görməyimizə çox sevindik. Yuxularımızda gördüyümüz şəhərdə bugün rahat durub, burada gəziriksə, haranı istəyib gedib oraları görürüksə, bizim üçün bundan gözəl heç bir şey ola bilməz. Buna görə də biz başda Ali Baş Komandanımız olmaqla, bütün əskərlərimizə borçluyuq. Həmişə bayraqlarımız yüksəklərdə olsun. Prezidentimizin səsi həmişə yüksəklərdən gəlsin. O vaxtları əgər bizə burada Heydər Əliyev ev veribdisə, biz burada rahat yaşamışdıqsa, 36 ildən sonra prezidentimiz bizi bura gətirdi. Burada indi biz işləyirik. Burada bu quruculuq işlərini görürük. Mən Bakıda özümün atelyem var. Evimizin altındadır. İşləyirdim orada da. Bu Xankəndi alınandan sonra məşğulluğa müraciət elədim. Qədir müəllim mənə deyəndən sonra mən bütün sənədləri ona göndərdim. Dedilər ki, sizi müsahibəyə çağıracaqlar. İndi çalışdığım bu akademiyada elə bil mən getdim ora, çağırdılar məni, getdim ora. Samirə xanım dedi ki, sizi Xankəndinə müəllimə kimi göndərəcəyik, orada işləyəsiniz. Gəldim ondan sonra bura, o qədər sevinirəm ki,